Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz təsvir incəsənətdən 1-ci sinifdən 12-ci paraqraf həyatımızda xüsusi insanlar adlı dərsdir. Uşaqlar, gəlin suallara cavab verək və mən ətraflı olaraq sizə bununla bağlı 2-3 dəqiqəlik bir məlumat, informasiya çatdıracağam. Verilmiş əsərdə rəssam nə çəkib? Uşaqlar, burada 2 qız uşağı və bir ana görürük. Yəni qızların ortalama 20-30 yaş arası, ananın isə 60 yaş civarında bir ömrü var, belə deyim. Ömründən bu qədər keçmiş. Burada biz iki qızın ana ilə mehriban söhbətinin şahidi oluruq. Eyni zamanda qızlardan biri bu söhbət əsnasında anasına sarılaraq, anasını qucaqlayaraq mövzuya davam eləyir və digəri isə söhbət eləyir anası ilə, üçü birlikdə. Uşaqlar, hər birimizin həyatında belə deyim, dəyər verdiyimiz insanlar olur. Bu dəyər verdiyimiz insanlar zamanla bizə əlbəttə ki, yaxşı şeylərdə, pis şeylərdə daxil olmaqla bizə həyatı boyu dərs vermiş olurlar. Pis dedikdə nəyi nəzərdə tuturuq uşaqlar? Yəni yaşanılması uyğun olmayan, yəni kaş yaşamazdıq dediyimiz anlar olur ki, onlar bəzən təəssüf ki, yaşayırıq. İndi təbii ki, balaca vaxtda bu mümkün deyil. İlərləyən zamanda mən söhbət açıram. Amma nəzərə alın ki, həyatda nə baş verirsə boşu-boşuna baş vermir. Yəni əgər sizin başınıza pis bir şey gəlirsə, siz onu sorğu-sual eləməlisiniz ki, məhz nəyə görə mənim dostum mənə bu söz dedi, mənim qəlbim incidi və s. Uşaqlar, bəzi şeyləri anlamaq üçün yaşımız az ola bilər, cavan ola bilərik, gənc ola bilərik. Amma nəzərə alın ki, əslində o olan bizim pis hesab elədiyimiz hadisələr əslində bizi daha da böyüdür. Bizə gerçəkləri, vacib olan hadisələri öyrədir uşaqlar. Yəni bunu belə nəzərinizə tutun. Yəni həyatdır bu, hər şey baş verə bilir. Hər kəsin öz həyatında xüsusi əhəmiyyət daşıdığı insanlar var. Anası, atası, bacısı, qardaşı, nənə, babası və yaxud digər qohumları, dostu, müəllimi və s. uşaqlar. Hər birimizin həyatında yüksək dərəcəli, yaxın hesab elədiyimiz insanlar var. Anamız bizə yemək bişirir, ev işlərində özü görür. Atamız bizə əksər ataların elədiyi bizə pul qazanır və yaxud bizim müəyyən dərslər verir həyatla bağlı. Müəllimimiz bizə dərslərlə bağlı kömək eləyir. Dostumuz bizi dar gündə, biz başımıza bir iş gəldikdə dostumuz hər zaman yanımızda olur. Əslində məsələlər sadəcə bundan ibarətdir. Bu əsərin adı Ana ürək əsəridir və Baba Əliyevin qələmindən çıxıb bu əsər uşaqlar. Çox möhtəşəm bir əsərdir. Gəlin ümumi dəyər verdiyimiz insanları bir arada təsvir edək. Dəyər verdiyiniz insanların üzü sizə qarşı necədir uşaqlar? Yəni üzü gülərüzdür, yoxsa daha ciddidir, yoxsa solğun üzlüdür? Bunu siz cavablayarsınız. Varlı evində Ramazan adlı bir əsər var. Əzimzadənin əsəridir. Burada varlı bir ailədə Ramazan bayramı necə qeyd edilir? Burada məhz açıq-aşkar göstərilmişdir uşaqlar. Əzimzadənin əsərləri çox qəşəngdir. Burada uşaqlar yaradıcılıq studiyası var. Siz burada rəngli karandaşlar, pastel təbaşirlər və rəngli flomasterlərdən istifadə edərək aşağıdakılara bənzər şəkillər çəkə bilərsiniz ki, siz burada da sərbəstsiniz. İlk öncə sifət ifadələrini sifət çəkirsiniz, sonra onların bir-birinə qayğılarını çəkirsiniz. Məsələn, əl-ələ tutan insan şəkili çəkə bilərsiniz. Söhbət eləyən insanların şəklini çəkə bilərsiniz və yaxud bir-birlərini mehribancasına bir üz çəkə bilərsiniz ki, onlar bir-birlərini dinləyirlər və s. Belə uşaqlar, siz bu rəsmi çəkərək, yəni bu birinci dediyim şəkil var ya uşaqlar, baxın bunu. Bunu istəsəz çəkə bilərsiniz, amma yəni bənzərini çəkməyə çalışın da, yəni
Siz bunu belə deyim, bu qədər dolğun deyil də biraz cizgi film tərzində də çəkə bilərsiniz. Yəni əslində, yəni 1-ci sinifdən gözlədiyimiz o qədər də yüksək bir şey deyil. Sadəcə siz ürəyiniz necə istəyir çəkə bilərsiniz bu haşiyə aldığım hissəni. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənərsiniz. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik.